çox vaxt heç qeyd olunmur. Varikoz genişlənmənin yaranma səbəblərindən biri mexaniki travmalardır. Bəzi qrup şəxslərdə genetik olaraq damar divarları zəif olur. Doktor, bəs varikoz ən çox hansı nahiyələrdə müşahidə edilir? Daha çox aşağı ətraflarda. Ana xətti üzrə birinci dərəcədən qohumlar arasında bu xəstəliyə rast gəlinir. Əksər xanımlarda xəstəlik ya həmləlik vaxtı ilkin simptomlarını üzə verir. Damar divarı tonusunun zəifləməsi nəticəsində artıq başlayır varikoz genişlənmə formalaşır. Varikoz genişlənmədən əziyyət çəkən şəxslər çox asanlıqla təsdiqləyə bilər ki, ciddi qaşınmalar da verir. Ayaqlarda. Bəli. Ağırlıq və yorğunluq hissi, axşam saatlarına doğru şişkinlik, rəng dəyişməsi, qaşınmalar, qıcılma tutmaları, venoz trafiki xoralar. ...2026-cı ildə alimlər müxtəlif qrip virusu ştamlarına qarşı təsir göstərə bilən universal qrip peyvəndi üzərində mühüm irəliləyiş əldə ediblər. Yeni peyvənd insanın immun sistemini virusun daha sabit hissələrinə qarşı aktivləşdirir. Bu yanaşma hər il yenilənən mövsümi peyvəndlərə ehtiyacı azalda bilər. İlkin klinik sınaqlar peyvəndin təhlükəsiz və effektiv olduğunu göstərib. Tədqiqatçılar bildirirlər ki, gələcəkdə bu peyvənd qlobal qrip epidemiyalarının qarşısını almaqda böyük rol oynaya bilər. 2026-cı ildə təqdim edilən yeni robotik cərrahiyyə sistemi əməliyyatların daha dəqiq və təhlükəsiz aparılmasına imkan yaradır. Sistem yüksək dəqiqlikli 3D görüntü və süni intellekt dəstəyi ilə işləyir. Bu texnologiya cərrahlara daha kiçik kəsiklərlə əməliyyat aparmağa kömək edir. Nəticədə xəstələrin sağalma müddəti qısala və əməliyyatdan sonraki ağırlaşmaların riski azala bilər. Yeni sistem artıq bəzi qabaqcıl klinikalarda sınaqdan da keçirilir. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Siz Bakumedi izləyirsiniz. Bakumedin bu dəfəki buraxılışında biz varikozun yaranma səbəbləri, risk faktorları, düzgün müayinə və müalicə üsullarından studiyamızın qonağı həkim mütəxəssis ümumi cərrah Gülşən Əliyeva ilə danışacağıq. Gülşən xanım, xoş gördük. Xoş gördük, Gəlin xanım. Təşəkkür edirəm. Biz təşəkkür edirik. Gülşən xanım, varikoz genişlənmə nədir? Varikoz genişlənmə aşağı ətraflarda, vena damarlarında genişlənmə deməkdir. Əslində varikoz, qeyd etdim ki, vena damarları bizim bədənimizdə 3 qrup damar var. Onlardan biri sadəcə vena damarlarıdır. Venalarda, ayaqlarda qan axın istiqaməti aşağıdan yuxarıya doğrudur, yəni ürəyə doğru. Maraqlıdır, bir maye aşağıdan yuxarı necə axır. Bunu təmin edən 3 mexanizm var. Məhz biri vena damarlarının mənfəzində olan qapaqlardır. Hansı ki, bu qapaqlar ürəyə doğru açılır və qan aşağıdan yuxarı qalxarkən açılır və daha sonra qapanır və qan geri axa bilmir. Digər buna yardım edən mexanizm ayağın əzilələridir və üçüncü isə ürəyin çəkici qüvvəsidir. Və əgər vena damarlarının o qeyd etdiyim kimi mənfəzindəki o qapaqlarda bir problem olarsa, onlar tam qapanmazsa, o zaman qanın əks axını baş verəcək və venalar normadan artıq qanla yükləndiyi üçün onlarda genişlənmə yaranacaq. Yəni səbəblərindən biri qapaqlardakı çatışmazlıqdır. Məhz ona görə də çox vaxt heç qeyd olunmur. Varikoz genişlənmənin yaranma səbəblərindən biri mexaniki travmalardır. Hansı ki, biz təcrübədə tez-tez rastlaşırıq ki, illər öncə ayağından çox kəskin bir travma alan şəxsdə müəyyən müddət sonra varikoz genişlənmələr, iri-iri damar düyünləri yaranır. Onun səbəbi məhz mexaniki faktordan damar klapanlarının zədələnməsidir. Digər bir səbəbi isə vena damarlarının özünün elastikliyinin zəif olmasıdır. Yəni, vena damarlarımızın divarı bir neçə təbəqədən ibarətdir. Onların biri də birləşdirici toxuma mənşəli təbəqədir ki, onun zəifliyi genetik olaraq ötürülür. Yəni, bəzi qrup şəxslərdə genetik olaraq doğularkən artıq vena divarları, damar divarları zəif olur və adi bir yükləmədən onlarda genişlənmə yaranır. Doktor, bəs varikoz ən çox hansı nahiyələrdə müşahidə edilir? Daha çox aşağı ətraflarda. Çünki biz iki ayağımız üzərində gəzirik və daha çox yüklənən ayaqlar olur. Eyni zamanda burada yerin cazibə qüvvəsi də rol oynayır. Ona görə də proses daha çox aşağıya lokallaşır.
Bəs bu xəstəliyin yaranmasının əsas səbəbləri nələrdir? Əslində siz bayaq travmanı bəli, qeyd bəli, etdiniz. travma hansı var və səbəblər? daha çox əslində genetika çox böyük rol oynayır. Bəli, rastımıza çıxan xəstələri biz analiz etsək görərik ki, əksəriyyətinin yaxın qohumları arasında, xüsusilə ana xətti üzrə birinci dərəcədən qohumlar arasında bu xəstəliyə rast gəlinir. Səbəb başqa bir şey, eyni zamanda risk faktorları var. Məsələn, biz həmişə qeyd edirik ki, tutaq oturaq həyat tərzi. Nəyə görə qeyd edirik? Varikoz genişlənmə müasir zəmanənin xəstəliyidir. Çünki az hərəkətlilik, artıq çəki, bütün bunlar xəstəliyi provokasiyadır. Bütün bunlar risk faktorudur, səbəb deyil əslində. Çünki insan var ki, bütün gün ayaqüstü rejimdədir və yaxud artıq çəkidən və hətta piylənmədən əziyyət çəkir, amma ayaqlar vizual olaraq tərtəmizdir, heç bir genişlənmə yoxdur. Yenə də risk faktorları sadəcə genetik meylliliyi olan halda xəstəliyi ortaya çıxardır. Yəni bir insanda genetik meyillilik olur ki, risk faktoru onun büruzə verməsinə səbəb olur. Risk faktorlarının da yeri gəlmişkən ən ön sırada duranı hamiləlik hesab olunur. Təsadüfi deyil ki, əksər xanımlarda xəstəlik ya hamiləlik vaxtı ilkin simptomlarını üzə verir və yaxud da ki, var idisə də hamiləlik dövründə aktiv perioda keçir, bəli. Doktor, siz az əvvəl qeyd etdiniz ki, hamiləlik zamanı varikoz genişlənmə üzə çıxır. Bəli. Yəni orqanizmdə nə baş verir ki, məhz hamiləlik zamanı bu xəstəlik üzə çıxır? Bildiyiniz kimi hamiləlik fizioloji bir proses olsa da fundamental dəyişikliklər gedir qadın orqanizmində. Birinci etapında hormonal fon dəyişir və damarların az öncə qeyd etdiyim kimi divarının elastikliyi həmin o hormonların təsirindən başlayır azalmağa və damarlar genişlənməyə meylli olur. İkinci isə artıq hamiləliyin növbəti periodlarında, artıq dölün çəkisi böyüdükcə, uşaqlığın ölçüləri genişləndikcə, orqanizmin ən əsas, ən böyük venası olan aşağı boş venaya təzyiq göstərir. Eyni zamanda ayaq venalarının da müəyyən qədər mexaniki təzyiq göstərir və qanın bayaq qeyd etdiyim kimi aşağıdan yuxarıya doğru axmasına bir mexaniki baryer olaraq hesab edin ki, dayanır və bu zaman nəticə olaraq aşağı ətraflarda vena damarlarında durğunluq yaranır. Və digər faktorları da toplasaq, bu durğunluq nəticəsində damar divarı tonusunun zəifləməsi nəticəsində artıq başlayır varikoz genişlənmə formalaşır. Doktor, gəlin biraz da varikozun əlamətlərindən danışaq. Yəni ayaqlarda yorğunluq və ağırlıq hissi bu varikozun əlaməti ola bilər mi? Bəli, varikozun əsas elə əlaməti hesab olunur. Təsadüfi deyil ki, biz həkimlər heç vaxt burada ağrını qeyd etmirik. Çünki varikoz genişlənmə elə bir xəstəlikdir ki, hətta nə qədər inkişaf etmiş olsa da, nadir hallarda, yalnız fəsadlaşma fonunda ciddi ağrı verir. Ona görə biz çox vaxt onu hiyləgər xəstəlik olaraq dəyərləndiririk. Amma ilkin simptomlarını insanlar özlərində aşkar edə bilərlər. Ümumiyyətlə, müasir klassifikasiya biz C-AB klassifikasiyasını götürürük və klinik əlamətlər olaraq 6 mərhələyə bölürük. Birinci mərhələdə vizual olaraq ayaqlarda heç bir ciddi patoloji əlamət, damar falan görsənmir. Sadəcə subyektiv olaraq pasient ayağında az öncə qeyd etdiyiniz kimi yorğunluq, ağırlıq hissi müşahidə edir. Daha çox sanki ayağımdan daş asılıb, doktor gecə yatarkən bilmirəm ayağımı hansı pozisiyada qoyum ki, mənə rahat olsun deyib bu kimi ifadələrlə dilə gətirirlər. İkinci etapda artıq ayaqda xırda damar ulduzcuqları, retikulyar damarlar, damar şəbəkələri artıq meydana çıxmağa başlayır. Və ikinci etapda şişkinlik sadəcə axşam saatlarında ola bilər. Yəni ağır bir iş gününün sonunda pasient topuqlarında ötəri bir şişkinlik hiss edə bilər. Hansı ki, gecə yatıb səhər oyanandan sonra, istirahətdən sonra bu şişkinlik çox asanlıqla keçib gedir. Və məhz ona görə də xəstələr çox vaxt ciddi yanaşmırlar bu şişkinliyə. Üçüncü etapda artıq bu şişkinlik daha davamlı xarakter alır. Yəni artıq istirahət fonunda belə keçmir. Və artıq ayaqlarda bildiyimiz o klassik mənzərə canlanmağa başlayır. Genişlənmiş, ilan şəklində qıvrılmış damar düyünləri artıq peyda olmağa başlayır. Dördüncü mərhələdə artıq dərdli trafiki pozuntular, yəni qidalanma pozuntusu açıq-aşkar görsənir. Baldırın aşağı 1/3-də artıq dərinin rəngi dəyişməyə başlayır. Tündləşir, qəhvəyi çalar alır. Biz buna hiperpigmentasiya deyirik. Beşinci mərhələdə artıq venoz trafiki xora açılır. Hansı ki, ilk öncə o sağalmağa meylli olur.
6-cı mərhələdə isə artıq sağalmağa meylli olmayan trofiki xora meydana gəlir. Doktor, bəs başqa hansı əlamətlər ola bilər? Məsələn, varikoz zamanı gecələr ayaqlarda ağrı və ya qıcılma belə bir əlamətlər də var? Bəli, təbii ki. Qıcılmaların ayaqda bir çox səbəbi ola bilər. Biz onu sadəcə vena damarlarının üzərinə yükləməməliyik, amma təbii onun səbəblərindən biri də varikoz xəstəliyidir. Təsadüfi deyil ki, pasiyentlər çox vaxt bizə doktor, mən gecə yatmışdım və baldır əzələlərimdə, yəni baldırın arxa səthində, arxa tərəfində olan sudurqanın ağrısına, deməli, o qıcılmanın ağrısına yuxudan oyandım. Bəli, bu da varikozun əlamətlərindən biridir. Amma bu bəzən çox gənc yaşlı insanlarda da baş verir. O önəmli deyil. Xəstəlik varsa artıq əlamət meydana gəlir. Eyni zamanda Könül xanım, qaşınmanı da əlavə etmək istəyirəm bura. Varikoz genişlənmədən əziyyət çəkən şəxslər çox asanlıqla təsdiqləyə bilər ki, ciddi qaşınmalar da verir. Ayaqlarda. Bəli. Yekunlaşdıraraq belə qısaca əlamətlərini vurğulasaq, çünki mən bunu nəyə görə aksent eləmək istəyirəm? Ayaqlardakı bəzən bütün ağrıları biz damarların üzərinə yüklüyürük. Sırf varikoza aid olanlar ağırlıq və yorğunluq hissi, axşam saatlarına doğru şişkinlik, rəng dəyişməsi, qaşınmalar, qıcılma tutmaları və təbii ki, irəliləyən fonda artıq xoralar, venoz trofiki xoralar. Doktor, bəs varikoz müalicə olunmadıqda hansı ağırlaşmalara gətirib çıxara bilər? Bəli, çox gözəl sualdır Könül xanım. Çünki çox vaxt xalq arasında varikoz genişlənmə bir estetik problem olaraq dəyərləndirilir. Ona bir ciddi xəstəlik kimi bəzən yanaşmırlar. Amma nəzərə almaq lazımdır ki, bu da bir xəstəlikdir və damar xəstəliyidir və müalicə olunmadığı müddətcə çox ciddi ağırlaşmalara və hətta bəzi halda təəssüf hissi qeyd edim ki, insan ölümünə belə gətirib çıxarda bilən ağırlaşmaları var. Bəli. Onlar haqqında danışaq. Baxın, az öncə mən qeyd etdim ki, varikoz genişlənmə sadəcə ağırlaşma fonunda çox vaxt ciddi ağrı verir. Elə ona görə də məhz ağrı olmadığı üçün xəstələr çox vaxt gecikdirir xəstəliyi və həkimə müraciəti. Ağırlaşmalarından ən əsası tromblaşma hesab olunur. Bax, mən məsələn təcrübəm nəticəsində belə qənaətə gəlmişəm. Pasiyentlər arasında tromb barədə bir qədər yanlış məlumat var. Çox vaxt ayaqlarda çıxan damar düyünlərini artıq onlar tromb kimi dəyərləndirir. Doktor, məndə tromb var filan. Tromb elə bir şeydir ki, yəni əgər damar tromblaşıbsa artıq çox kəskin əlamətlər verir əksər hallarda. O da iki qrupa bölünür. Səthi venaların trombu, hansı ki biz ona tromboflebit deyirik. Biz onu kənardan da bəzən diaqnostika edə bilirik. Bir də dərin venaların trombu var ki, biz ona flebotromboz və ya dərin venoz tromboz deyirik. Bəzən onu klinik simptomsuz, yəni asimptomatik keçə bilir. Amma pasiyentlər yenə də diqqətli olsalar əlamətləri özlərində hiss edə biləcəklər. Gəlin başlayaq səthi venaların trombundan. Uzun müddət varikoz xəstəliyindən əziyyət çəkən şəxs, tutaq ki, ayağında uzun müddət vena damarları vizualizasiya olan şəxs, anidən məsələn səhər oyanır və görür ki, ayağında damar gedişi boyu, təbii pasiyent onu bilmir ki, o damar gedişi boyudur, damarın proyeksiyasını pasiyent bilməyə bilər. Görür ki, bir düz xətt boyunca və ya lokal olaraq düyünlərin üzərində kəskin qızartı, kəskin həssaslıq, bərklik və çox şiddətli ağrı var. Hətta bəzən yanaşı olaraq bədən temperaturunda yüksəlmə də müşahidə olunur. Bu artıq ondan xəbər verir ki, damar tromblaşıb artıq. Həmin anda Könül xanım artıq pasiyent istəsə də, istəməsə də məcbur olaraq həkimə müraciət edir. Çünki ağrı çox kəskin olur, yerli olaraq həssaslıq çox yüksək olur, ayağa toxunmaq belə olmur. Və biz ambulator həkim olaraq çox vaxt bu situasiyada müraciətlərindən tez-tez rastlaşırıq. Çünki pasiyentin ilk müraciət etdiyi ünvan yaşadığı ərazidəki ambulator klinikalar olur və artıq müraciət zamanı klinik olaraq artıq biz pasiyentin anamnezini dəyərləndiririk və ayağa vizual baxış zamanı bunun kəskin tromboflebit olduğunu anlayırıq. Amma hər bir halda yenə də diaqnostikasından danışsaq, dopplerografiya burada şərtdir. Doktor, mən istəyərdim biraz trofik yaralarla bağlı geniş danışasınız. Varikoz trofik yaralara səbəb ola bilərmi? Bəli, təbii ki. Trofik yaraların əsas səbəblərindən biri də elə xroniki venoz çatışmazlıqdır. Uzun müddət varikoz fonunda, uzun müddət vena damarlarının nasaz fəaliyyəti fonunda, belə deyim, dəridə trofika pozulur.
yəni bildiyimiz kimi dərini, orqanları nə qidalandırır? Damar qidalandırır, elə deyilmi? Arteriyaların gətirdiyi qidalı maddələrlə, oksigenlə toxumalarımız qidalanır və çirkli qanı, venoz qanı, belə deyim, vena damarları daşıyır ağciyərə. Orada yenidən oksigenlə zənginləşir. Bunu belə sadə izah edirəm ki, pasientlərimiz üçün də aydın olsun və bu trofika, bu qidalanma pozulanda aydın məsələdir ki, dəridə başlayır artıq rəng dəyişməyə, dəridə artıq başlayır yaralar açılmağa. Çünki dəri normal qidalanmır. Amma bir məqamı da qeyd edim ki, trofiki xoraların başqa bir çox səbəbləri də ola bilər. Onlardan sadəcə biridir varikoz genişlənmə. O zaman həkimin üzərinə məsuliyyət düşür. Bu diferensial diaqnostikanı aparmaq ki, bu ayaqda yaranan xora venoz mənşəlidirmi? Məsələn, revmatoloji bir prosesdən mi qaynaqlanır, vaskulit mənşəlidirmi və ya başqa bir səbəbi var. Çox vaxt şəkərli diabet fonunda da yenə eyni mexanizma gəlir, çıxır. İşemik və neyropatik yaralardan danışsaq, sinir və damar təchizatının pozulması nəticəsində şəkər yarasıdırmı? Yəni bunların diaqnostikası, diferensial diaqnostikası həkimin üzərinə düşür. Amma mən qısaca olaraq onu da bildirim ki, venoz trofiki xoraların tipik əlamətləri olur. Əvvəla adından da məlum olduğu kimi uzun müddətli varikoz fonunda əmələ gəlir. Yəni bir xoranın yaranması üçün uzun illər lazımdır və bu xroniki durğunluq fonunda venoz xoralar açılır. Daha çox baldırın aşağı 1/3 hissəsinin içəri səthində olur bu yaralar və mütləq bir fon olur. Yəni mütləq yaranın ətrafındakı dəridə o bir dəyişiklik olur. Bəli, rəng dəyişməsi, atrofik zonalar, daha çox tündləşmiş qəhvəyi dəri fonunda olur. Və bu az öncə qeyd etdiyim kimi trofiki pozğunluqlar nəticəsində çox vaxt dəridə venoz ekzemalar, venoz dermatitlər də formalaşır ki, bunlar da bəzən dəri xəstəlikləri ilə səhv salınır, bəzən bunların da etiologiyası yanlış dəyərləndirilir. Bütün bunlar əslində varikoza bağlı problemlərdir, fəsadlardır. Ona görə də sadəcə yerli olaraq biz dərini müalicə etməyə çalışsaq, sadəcə yerli olaraq biz həmin o xoranı müalicə etməyə çalışsaq, heç bir nəticə əldə etməyəcəyik. Çünki prosesin kökü içəridən gəlir. Bu trofiki xoralar hər bir halda ikincili olur. Yəni birincili səbəb varikoz genişlənmədir. O aradan qaldırılmadığı müddətcə heç bir halda biz o xoranın tam bağlanıb sağlam bir dəri ilə bizi əvəz etməsini gözləyə bilmərik. Bəli. Doktor, varikoz qan laxtalanması riskini artırır? Bəli. Ümumiyyətlə qanın laxtalanması, tromblaşması deyəndə biz o triada dediyimiz üçlük var. Necə olur ki, qan laxtalanır? Birinci səbəb damar divarında mexaniki bir travma olur. İkinci səbəb qanın hərəkət sürəti aşağı düşür. Üçüncü səbəb qanın tərkibi qatılaşır. Gəlin baxaq, varikoz genişlənmədə bunlardan hansı yaranır? Damar genişləndiyi üçün bir durğunluq yaranır. Qanın hərəkət sürəti də aşağı düşür və qan da təbii ki, eyni bir yerdə durduqca daha çox durğunluq fonunda artıq qatılaşmağa başlayır. Və damar divarı da nazilliyi üçün, genişlənib incəldiyi üçün mexaniki təsirlərə daha həssas bir duruma gəlir. Ona görə də varikoz genişlənmə fonunda adi bir mexaniki travmadan tromboflebit tromblaşma yarana bilər. Eyni zamanda burada istərdim haşiyə olaraq onu da çıxam ki, tromblaşmağa risk təkcə varikoz genişlənmə deyil. Cərrahi əməliyyatları zamanı istifadə olunan narkoz, yəni anesteziya, ümumi anesteziya, o zaman istifadə olunan dərmanlar, bunlar da qanın damar divarına tonuslarına azaldıcı təsir göstərir, qanın hərəkət sürətini azaldır və laxtalanmasına, koagulyasiyasına təsir edir. Həmin o triadanı burada da görmək olar. Ümumiyyətlə əməliyyatdan sonraki immobilizasiya rejimləri, sonra tətbiq olunan gips sarğıları, hansı ki gips sarğılarında da tutaq ki ətraflara qoyulubsa uzun müddətli gips sarğısı altında hərəkətsiz qalmaq. Bax bunlar tromb riskini artırır. Eyni zamanda uzun müddətli qan laxtalanma faktorlarına təsir edən qanın hiperkoagulyasiya deyirik, laxtalanmasını artıran dərmanlar, hormonal dərmanlar falan. Bu fonda da onkoloji xəstəliyin uzun müddətli müalicəsi fonunda da bax bütün bu sadaladığım faktorlar əslində az öncə qeyd etdiyim qan laxtalanma mexanizminə provokasiya edici təsir göstərir.
Təsadüfi deyil ki, məsələn, uzun müddətli cərrahi əməliyyatından sonra dərin venöz trombozla rastlaşan xəstələrimiz olur. Uzun müddətli yataq rejimindən sonra ayaqlarında damarları tromblaşan şəxslər qarşımıza çıxır. Yəni bu halda mümkün qədər maksimum aktivləşmək, bu detalları nəzərə almaq və ona uyğun hərəkət etmək lazımdır. Məsələn, bu fonda mən kompression corabların rolunu qeyd etmək istərdim. Yəni profilaktik olaraq o corablardan istifadə etmək Bəli, olar? profilaktik olaraq da Könül xanım müalicə məqsədi ilə də onlar varikoz genişlənmənin Yəni qeyri-əməliyyat. varikozu olmayan insan belə istifadə edə bilər? Bəli, təbii ki, əgər özündə o simptomları hiss edirsə, yorğunluq, ağırlıq hissi varsa, bəli, həkim təyinatına uyğun olaraq təbii ki, çünki onun da əks göstərişləri var. Yaxınlaşıb sərbəst şəkildə məsələn apteklərdən alınmağı təbii ki, tövsiyə olunur. Onun da standartları var, bəli. Doktor, bəs siz hansı hallarda xəstələrə kompression corabları tövsiyə edirsiniz? Kompression corablar varikoz genişlənmənin konservativ müalicəsində ön sıralarda dayanan bir vasitədir. Ümumiyyətlə varikozun müalicəsini biz iki hissəyə ayıra bilərik. Əməliyyat və qeyri-əməliyyat. Qeyri-əməliyyat müalicəsində birinci sırada kompression corablar dayanır, sıxıcı corablar, ikinci sırada dərmanlar və müalicəvi idman dayanır. Yenə də çox vaxt pasientlər kompression corablara bir qədər ciddi yanaşmırlar. Doktor, bu corab mı məni xilas edəcək? Elə yeri gəlmişkən corabın xəstəliyin müalicəsində əhəmiyyəti barədə. Bu corab mı məni ağırlaşmadan qoruyacaq, bir corab mı qoruyacaq deyə tez-tez biz müraciətləri alırıq. Bildirmək istəyirəm ki, olduqca əhəmiyyətlidir corablar. Ona elə qeyri-ciddi yanaşmasınlar və corab mütləq ixtisaslı həkim tərəfindən təyin olunmalıdır və xəstəliyin dərəcəsi nəzərə alınmalıdır. Pasientin ayağındakı yanaşı damar problemləri nəzərə alınmalıdır. Çünki corablar da standart üzrə istehsal olunur. Aşağıdan, topuqdan yuxarıya doğru qradiyenti, yəni sıxıcılıq dərəcəsi get-gedə azalır və təəssüf hissə ilə qeyd edim ki, bəzən firmalar tərəfindən belə yanlış standartlarla istehsal olunmuş corablarla rastlaşırıq. Hansı ki, pasientlər onu geyinərkən heç bir rahatlıq tapmır və bu durumda günah pasientin olmur. Çünki pasient doğru istiqamətləndirilmir, o corabı necə seçəcəyini bilmir. Ona görə də o gedir satışdan hər hansısa bir standart xarici bir corab alır və o corab da ona komfort gətirməkdənsə əksinə onun daha da vəziyyətini pisləşdirir və pasient o an elə başa düşür ki, corab bir işə yaramır. O hesab etmir ki, o corabı yanlış seçib, ona görə onun faydasını görmür. Doğru seçilmiş, doğru təyin olunmuş corab hər bir halda varikozda pasienti rahatlaşdırır. Hər bir halda pasientlər maksimum 3 gün, bir həftə ərzində o corabı elə öyrəşirlər ki, onu onsuz artıq gəzə bilmirlər. Deyir ki, doktor, mən çıxardanda ağırlıq hissi gəlir. Onu geyinəndə quş kimi ayağım yüngülləşir. Bəli. Yəni burada çox vurğulamaq istəyirəm ki, bu qədər ümidsiz olmasınlar. Yəni adi bir corab belə onların simptomlarını götürə bilir, ağırlaşmalardan onu qoruya bilir. Doktor, bəs dərman müalicəsi bu varikozun gedişinə necə təsir edir? Varikoz genişlənmə əgər inkişaf edibsə, ağırlaşma verirsə, bu halda dərmanlardan biz çox böyük effekt gözləməməliyik. Amma ilkin etaplarda dərmanlar çox müvəffəqiyyətlə simptomları aradan götürür. Yəni verilişin əvvəlində qeyd etdiyimiz kimi o yorğunluq hissini, ağırlıq hissini, şişkinliyin öhdəsindən gəlir ilkin stadiyalarda. Bir də əməliyyatdan sonraki periodda biz bu qrup dərmanlara venatoniklər deyirik. Vena dəstəkləyici, vena divarının tonusunu artıran dərmanlardır və daha çox ilkin etaplarda, xəstəliyin ilkin etaplarında və əməliyyatdan sonraki reabilitasiya dövründə çox geniş miqyas istifadə edirik. Gülşən xanım, bəs müasir dövrdə varikozun hansı müalicə üsulları var? Varikoz genişlənmənin Könül xanım əməliyyat müalicə üsullarına nəzər salsaq, iki şaxa ayrılır. Burada ənənəvi üsul, yəni klassik flebektomiya və qeyd etdiyiniz kimi minimal invaziv innovativ metodlar. Daha çox istəyərdim müasir innovativ metodlardan danışım, çünki onlar müasir zamanda daha aktualdır. Üstün tərəfləri də ondan ibarətdir ki, müqayisə etsək, məsələn, illər öncə aparılan klassik damar əməliyyatları ilə müqayisə etsək, bu cür əməliyyatlarda artıq narkoz istifadə olunmur, yerli keyitmə ilə icra olunur, hospitalizasiya tələb etmir, yəni əməliyyatdan sonra xəstənin xəstəxanada yatmağına heç bir gərək yoxdur.
çox qısa müddətə yekunlaşır prosedurlar, manipulyasiyalar. Əməliyyatdan sonrakı dövr ağrısız keçir. Əməliyyat zamanı ayaqda heç bir kəsik aparılmır. Nəticə olaraq atravmatik olur və postoperasiyon reabilitasiya buna bağlı olaraq rahat keçir. Heç bir çapıq qalmır. Buna bağlı olaraq ağrılar da minimum olur. Yəni çox üstün tərəfləri var innovativ metodların. Daha çox hansı metoddan istifadə edirsiniz? Daha çox endovenoz lazer ablasiya metodundan qısaca olaraq mexanizmini izah edim ki, lazer generatoru vasitəsilə ötürülən lazer enerjisi lazer kateter vasitəsilə damar divarında yaratdığı yüksək istilik hesabına damar divarını destruksiya edir, yəni zədələyir. Yəni ayaqda heç bir kəsik aparılmadan həmin o lazer kateteri genişlənmiş, bayaq qeyd etdiyimiz o genişlənmiş damarın mənfəzinə daxil olunur və sadəcə yerli keyitmə aparmaqla daha sonra həmin damar yandırılır. Orada trombotik bir kütlə əmələ gəlir, okkluziya yaranır, damar qapanır, obliterasiya olur və yaxın 6 ay, 1 il ərzində tamamilə orqanizm tərəfindən sorularaq yox olur. Gülşən xanım, skleroterapiya üsulu nədir və hansı hallarda tətbiq olunur? Skleroterapiya metodu Könül xanım daha çox estetik məqsədlə istifadə olunur və xırda damarların, damar ulduzcuqlarının, kapilyar şəbəkələrin yox edilməsi məqsədi ilə icra olunan və hətta onların həlli yolunda qızıl standart hesab olunur. Daha çox xanımların sevdiyi bir prosedurdur. Amma bu prosedur da mütləq öncə dopplerqrafiya müayinəsi fonunda aparılmalıdır. Mütləq öncə pasient dopplerdən keçirilməlidir. Daxili damarların, magistral damarların vəziyyəti dəyərləndirilməlidir. Daha çox belə başa düşürəm ki, ilkin mərhələdə. Bəli, ilkin mərhələdə və yaxud da əməliyyatdan sonra ayaqda qalan xırda kapilyarların təmizlənməsi məqsədinin köməkçi bir vasitə kimi, yəni yekunlaşdırıcı bir metod kimi istifadə oluna bilər. Amma əks göstərişləri də var, onu da nəzərə alsınlar. Metodun davamlılığı nə qədərdir və daha sonra əks göstərişlərlə bağlı istəyərdim danışasınız. Pasientlərin ən çox verdiyi suallarda baxın, həqiqətən çox bu suallarla rastlaşırıq. İstər skleroterapiya olsun, istər varikoz genişlənmə olsun. Doktor, məsələn, mən əməliyyat olacağam, bu damarlar götürüləcək, sonra bir də yaranacaqmı? Bəs deyirlər, bir də yaranır. İstər skleroz, istər əməliyyat barədə. Bildirmək istəyirəm ki, o damar ki, əməliyyat olubdur, artıq yandırılıb, bədən tərəfindən artıq tamamilə sorulubdur və ya istər flebektomiya olsun, çıxarılıbdır, o təkrar yaranmır. Artıq çünki o yox olur, o yoxdan bir də təkrar yaranmır. Eyni zamanda skleroterapiya zamanı da xüsusi köpük, xüsusi dərmanla sklerozlaşdırılan bir damar artıq bədən tərəfindən o tamamilə yox edilibdir. Təkrar o yaranmır orada. Amma meyillilik varsa başqa bir nahiyədə, başqa bir damarda ola bilər, bu qaçılmazdır. Yenidən yaransın başqa damarda. Bəli, amma əməliyyat olunan, prosedur olunan nahiyədə yox təbii ki. Doktor, istərdim son olaraq varikozun diaqnostikası ilə bağlı da bizə məlumat verəsiniz. Varikozun diaqnostikasında əsas qızıl standart dopplerqrafiya müayinəsi hesab olunur. Mütləq hər nə qədər əmin olsaq da, daxili damarların vəziyyətini, trayektoriyasını mütləq dopplerqrafiya ilə dəqiqləşdirməliyik. Qeyd edeyim ki, poliklinikalarda, UZI kabinetlərində dopplerqrafiya müayinələri ödənişsiz qaydada ixtisaslı həkim göstərişinə əsasən icra olunur. Bunu pasientlər bu barədə istərdim ki, məlumatları olsun. Əgər qeydiyyatda olduqları ambulator müəssisələrdə, ultrasəs kabinetlərində dopplerqrafiya müayinəsi icra olunmursa belə, o zaman ixtisaslı həkim tərəfindən ölkənin mərkəzləşdirilmiş damar mərkəzlərinə, ixtisaslaşmış damar mərkəzlərinə dopplerqrafiya müayinəsi üçün göndərişlər ala bilirlər. İstər dopplerqrafiya müayinəsi, istər varikoz genişlənmənin klassik flebektomiya, klassik metodla, istər lazer metodu ilə müalicəsi, hər iki halda, hər ikisi icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir və ambulatoriyalardan onlar çox asanlıqla dopplerqrafiya müayinəsini keçəndən sonra əgər göstəriş varsa, göndəriş alıb əməliyyatlarını ola bilərlər, yəni pulsuz qaydada. Bu xəstəlikdən əziyyət çəkənlər çoxdur və təbii ki, maariflənmə şərtdir. Bəzən pasientlərin elementar bir bilgidən belə məlumatları olmur. Bilməklərində təbii fayda var. Əlbəttə. Təşəkkür edirik sizə. Mən təşəkkür edirəm dəvətiniz üçün. Belə hörmətli tamaşaçılar, bizə ayrılan vaxt burada sona çatdı. Vakuumedin bu dəfəki buraxılışında biz varikoz xəstəliyindən danışdıq. Studiyamızın qonağı isə həkim mütəxəssis ümumi cərrah Gülşən Əliyeva idi. Biz sizlə yenidən görüşəcəyik. Sağ olun, sağlıqla qalın.